Salam əziz və dəyərli izləyicilərim. Ən çox gələn suallardan biri də budur ki, Məryəm xanım, dietik şirniyyatlar necə edək? Şirniyyatsız dayana bilmirik. Təbii ki, mən qruplarıma atıram. Dietik şirniyyatları tez-tez eləyirik biz. Çox da bir çoxunu sizlərlə artıq paylaşacağım, deyəcəm necə etmək lazımdır. Elə izah edəcəm ki, balaca uşaq belə onu eləyə bilər. Çünki bişirməyə ehtiyac yoxdur, qaynatmağa ehtiyac yoxdur. 5 dəqiqədə hazır olan bir şirniyyatdır. Amma dietikdir. Tam belə gönül açıqlığı ilə yeyə bilərsiniz. Əzizlərim, ümumiyyətcə bilirsiniz ki, şəkər tozu, əvvəllər olan şəkər tozları zərərsiz idi. Çünki əsl şəkər tozu idi. Qaba yığardıq, səhər durub görərdik ki, bərkiyib. Amma indinin şəkər tozunu illərlə saxlayın, şəkər tozu bərkimir ki, bərkimir. Vallahi o gün mən işlətmirəm deyə bilmirəm. O gün canımda bir nəfər xanım yazdı ki, Məryəm xanım, artıq indi şəkər tozlarını açıq qoyuruq, qarışqa gəlmir. Nəyə görə? Çünki qarışqa bilir ki, onun tərkibində ximikatlar var. Ona görə də çalışdıqca əzizlərim sağlam, dietik şirniyyatları uşaqlarınızda, özünüzdə, hamilələrdə yeyin ki, ziyanı biləsiniz ki, olmayacaq. Qanınız gözəl olacaq, hemoglobininiz qalxacaq, immunitetiniz güclənəcək, payızdır, artıq xəstəliklər baş verir. Siz görün, bir şirniyyat yeməklə neçə şeyin qarşısını alırsınız? Sizi tox tutacaq. Bunlara nə gedəcək mənim əzizlərim? Kakao gedəcək, hansı ki antioksidantla zəngindir. Qoz gedəcək, qanınızın qalxmasına xeyir eləyəcək və xurma gedəcək. Ay, xurma da ki bilirsiniz ki, min bir dərdin dərmanıdır. Bəli, bu 3 şeylə şirniyyat hazırlayacağıq əzizlərim. Necə? Xurmanın çərdəklərini çıxardırsınız, neçə dənə istəyirsiniz o qədər. Bir ovuc da eləyə bilərsiniz. Bir ovuc xurmanın çərdəyini çıxardın, bir ovuc qoz, istəsəniz yer fındığı da əlavə eləyə bilərsiniz, badam da əlavə eləyə bilərsiniz. Məsələn, mən hamısını əlavə eləyirəm. Qoz, hansı sizin əlinizin altında hal-hazırda var, onu çox. Əgər hamısından varsa evdə, elə hamısından biraz əlavə edə bilərsiniz. Xurmanı, çərdəklərini təmizləyib atırsınız blenderə. Qozu da və yaxud fındıq və yaxud yer fındığı hamısı bir yerdə atırsınız həmən qabın içinə. Biraz da bir xörək qaşığı da kakao. Yaxşı qarışdırırsınız. Eləyin ki, lap çox əzilməsin ki, qozlar tamam əzik şəkildə olmasın. Biraz yeyəndə sizə ləzzət eləsin da, belə xırt-xırt eləsin dişinizin altında. Tamam əzildimi açırsınız, saxlayırsınız, götürürsünüz bir qaba yenə də kakao tökürsünüz. Şokolad sevənlər üçün. Bir qabda da, bir boş qabda da qozu əzirsiniz. Ya fındıq hansı varsa əzirsiniz, tökürsünüz ona. Deməli, onları balaca toplar kimi düzəldirsiniz. Görürsünüz, balaca uşaq belə düzəldə bilər. Özü də həqiqətən 5 dəqiqəyə hazır olur. Balaca yumru top düzəldirsiniz. Azca kakaoya vurub, azca qoza vurub qoyursunuz. İndi qablar da satılır belə adnarazıvi, bir dəfəlik. O qabların içinə də yığa bilərsiniz. Qonaqlarınızın qabağına qoya bilərsiniz. Hansısa bir gözəl yarpaq kimi qaba da yığa bilərsiniz. Həm görünüşü gözəldir. Ən əsası gözəl sağlıqla yeyirsiniz. Gözəl çayınızı dəmləyirsiniz. Qəşəng oturub içirsiniz. Bilirsiniz ki, ay canıma fayda getdi. Nə şəkərim qalxmadı, nə bir şey. Nə də ki, ziyan eləmədi mənə. Ona görə də tez-tez belə bir şirniyyatları sizlərlə paylaşacağım əzizlərim. Siz də eləyin, xeyrini görün. Gəlin, yazın ki, Məryəm xanım, halal olsun. Doğrudan da necə dadlıymış. Aldığımız o cürbəcür pis şirniyyatlardansa bunu eləyirik. Uşağımız da yeyir, arxayın da oluruq ki, həm immuniteti qalxır, həm hemoglobini qalxır. Hər bir şeyə xeyirdir. Beyin üçün xeyirdir qoz. Ümumiyyətcə, xurmanın özünüz də bilirsiniz ki, faydalarını saymaqla bitmir. Qoyursunuz soyuducuya, 5-6 gün, bir həftə qədər soyuducuda saxlayıb, oradan götürüb dondurucuda yox, soyuducuda saxlayıb, oradan götürüb çayınızla içə bilərsiniz. Görürsünüzmü nə qədər gözəldir? Özdə xeyli vaxtda çıxacaq əzizlərim. Və deyim sizə ki, Məryəm xanımınızın başqa qızıl qaydalarını öyrənmək istəyirsinizsə, bütün gözəllik və cavanlıq sirlərini 53 yaşım var çünki şükür olsun, həmd olsun Allahıma ki, bu yaşa sağ-salamat çıxardıb məni Allah. Anamın 84 yaşım içindədir, şükür olsun. Allah bütün analara uzun ömür, sağlıqlı ömür versin. Dünyasını dəyişənlərə Allah qəni-qəni rəhmət eləsin. Demək ki, düzgün həyat tərzi seçmişik ki, istədiyimi şükür olsun Allahıma ki, illərdir eyni çəkidə qalmışam. Siz də mənim gözəllik sirlərimi bilmək istəyirsinizsə, çünki ən birinci sir odur ki, qəbz olmamalısınız. Tualetə hər gün böyük bayıra getməlisiniz. Bu toksinləri orqanizmdən çıxardır. Bizim üzümüz qaraciyərimizin və bağırsağımızın aynasıdır. Əgər bağırsağımız, qaraciyərimiz təmizdirsə, bizim nə bədənimizdə səpki, nə ləkə, nə üzümüzdə ləkə, səpki olmayacaq. O irinli pirişkilər olmayacaq.
olmayacaq. Saçımız, dırnağımız gözəl olacaq. Dərimiz gözəl olacaq. Siz də bütün bu sirləri istəyirsinizsə, bircə dəfə 20 manat ödəyəcəksiniz. Bu 20 manatı ödəməklə hər ay ödəmirsiniz. Bu 20 manatı ödəməklə mən sizə deməyəcəm ki, siyena çayı için, acılıq otu için, magnisulfat duzu için bunlar dəhşətdir, sizin bağırsağınızın mikroflorasını pozur əzizlərim. Gəlirsiniz qrupuma, bir dəfə ödəyirsiniz 20 manatınızı, istər bəylər olsun, istər xanımlar olsun. Bəylər üçün qrup ayrıdır, xanımlar üçün ayrıdır. Bəylər də amma 20 manat ödəyir bircə dəfə. Yekə qarnından əziyyət çəkən qardaşlar var ki, deyirlər ki, nəfəs ala bilmirik, su da içirik Məryəm xanım, köpürük. Çünki qaraciyəriniz yüklənib. Gəlirsiniz qrupuma, heç bir kimyəvi qatqılı dərmanları sizə apteka göndərməyəcəm. Almayacaqsınız. Arıqlama çayları, arıqlama kofiləri sizə satmayacağım. Çünki dəhşət saçır olar. Tam təbii, sağlam həyat tərzi sürmək istəyirsinizsə, özünüzə əliniz gəlirsə bircə dəfə 20 manat ödəməklə bir mütəxəssisə canınızı əmanət etmək istəyirsinizsə ki, Məryəm xanım, niyojeli mən tualetə hər gün böyük bayrağı, siyenasız, acılıq otusuz, magnisulfat duzsuz, qara kömürsüz çıxa biləcəmmi? Açarı Məryəm xanımın əlindədir. Buyura bilərsiniz və mən sizə xanımlar peelinglər atacağım. Üzünüz par parıldayacaq. Dırnaq göbələyindən azad olmağın sirrini öyrədəcəm. Saçınızın, dırnağınızın, üzünüzün gözəllik sirlərini öyrədəcəm. Bunlar hamısı bircə dəfə 20 manatın içindədir. Məsləhət özünüzündür. Nömrəmi isə videonun üstünə qoya bilmədiyim üçün səsli şəkildə tələffüz edəcəm. Necə deyirəm, o cürə yaddaşa salın. Amma əlavələr etsəniz, tiriyə qoysanız, nöqtə qoysanız, nömrənin əvvəlinə 012 55 70 yazsanız tapmayacaqsınız. Necə tələffüz edirəm? O cürə də yaddaşa salın. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, İnanın ki, şükürlər də çox böyük bir neymətdir. Şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.